Herkese salam. Bugün sizlerle sadece bir iple necə sade ve şirin ulduz toxumaq olar videosunu paylaşıram. Siz istediğiniz renk ve ölçülerde ipten istifadə edərək ulduzu toxuya bilərsiniz. Mən yeni il ab-havasına da uyğun gəlməsi üçün yaşıl ipdən istifadə etdim. Burada sehirli halqamızı yaradırıq. Sehirli halqamızın içərisinə 3 ədəd zincir çəkirik. Zincir çəkdikdən sonra toplam 14 ədəd olmaqla ikili zəncir çəkirik və bu zəncirləri toplamda 14 ədəd olmalıdır. Birinci çəkdiyimiz zəncirlə birlikdə. Bunları çəkdikdən sonra yavaş-yavaş bu formanı biz alacaq, dairə formasını alacaq. Əslində bu toxuma çox sadə toxumadır. Toxumağı bilən və yaxud bilməyən hər kəs videomu izləyərək daha tez və qısa müddətdə ulduz toxuya bilər. Əgər başqa formalarda nələrsə toxumaq və öyrənmək istəyirsinizsə, kanalıma keçid edə bilərsiniz və istədiyiniz toxuma növlərini şərtlərdə qeyd edə bilərsiniz ki, mən bunları çəkim və sizinlə paylaşım. Və budur, sonuncu zəncirimi çəkirəm və birinci çəkdiyim 3 zəncirin ən uc nöqtəsindəki zəncirlə bu 13-cü zəncirimi birləşdirəcəyim. Və artıq budur, hazırdır. Biz 5 zəncir çəkəcəyik və bu zəncirin birincisinin üzərinə sadə ilmək atırıq. Daha sonra yarım ikili ilmək, ardınca ikili normal ilmək atırıq. Daha sonra 4-cü zəncirimizdə isə ikili 2 qat zəncir atırıq. Toxuduqdan sonra arada göstərdiyim şəkildə sayırıq və 2 ilmək boş keçirik. 1, 2, 3-cü ilməyimizdə sadə birləşdirmə edirik, heç bir toxuma etmədən. Daha sonra bu şəkildə yenə davam edirik. Artıq sonuncu ulduzun hissəsindəyəm. Yenə göstərdiyim kimi 5 ilmək çəkirik. Sadə zincir çəkirik. Yarım ikili zəncir çəkirik. Daha sonra tam ikili zəncir və ən sonda 4-cüdə isə 2 qat ikili zəncir çəkərək və daha sonra 2 ilməyimizi sayıb növbəti ilə birləşdiririk. Budur, sadəcə 3 dəqiqəyə, bəlkə də sizdə daha tez alına bilər bu. Ulduzumuz hazırdır. İzləyən və bəyənən hər kəsə təşəkkür edirəm.